İranda kəskin iqtisadi çətinliklər və realın dollara qarşı sürətlə dəyər itirməsi fonunda artıq 5 gündür geniş miqyaslı etiraz aksiyaları keçirilir. Mitinqlər Tehrandan başqa bir çox şəhərlərə yayılıb. Toqquşmalarda ölənlər və yaralananlar olduğu bildirilir. Etirazçılar əsas küçələrdə tonqallar yandıraraq şəhər həyatını faktiki olaraq iflic vəziyyətinə salıblar. Aksiya iştirakçılara açıq şəkildə anti-hökumət şüarları səsləndirib. O cümlədən İranın ali dini liderinə qarşı sərt çağırışlar edilib. Küçələrdə Xameneiyə ölüm olsun şüarlarının səsləndiyi qeyd olunur. Məlumata görə, yanvarın 1-dən Tehran, Həmədan və Qum əyalətlərindəki bütün ticarət, hökumət və təhsil mərkəzlərinin bağlandığını elan edilib. ABŞ prezidenti Donald Trump isə İrandakı etirazçılara dəstəyini bildirib və İran hökumətinə xəbərdarlıq edib. Əgər İran hökuməti dinc etirazçılara zorakılıqla atəş açarsa və onları öldürərsə, Amerika Birləşmiş Ştatları onların köməyinə gələcək. Biz tam hazır vəziyyətdəyik, silahlanmışıq və hərəkətə keçməyə hazırıq. Bu məsələyə diqqət yetirdiyiniz üçün təşəkkür edirəm. İran rəsmiləri isə Trumpın bu açıqlamasına kəskin reaksiya verərək hər hansı xarici müdaxilənin regionda xaosa gətirə biləcəyini və bunun qırmızı xətt olduğunu bildirib. ABŞ və İsraili etirazları qızışdırmaqda ittiham edib.